Neftçinin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqası oyunları üçün Yunanistana yola düşüb. Ardıcıl 3 mövsümdür ki, Yüksək Qızlar Liqasının çempionu olan Neftçi, qitənin ən nüfuzlu klub turnirində ilk oyununu 1-ci təsnifatın yarımfinal mərhələsində Montenegronun Budućnost klubuna qarşı keçirəcək. 2 həftəlik təlim məşq toplanışının ardından təmsilçimiz ötən gecə səfərə yollanmaq üçün Prime Sports futbol mərkəzində toplanıb. Komandamızın baş məşqçisi Siyasət Əskərov hazırlıqla və rəqiblə bağlı fikirlərini bildirib, həmçinin yeni transferlər barədə danışıb. Bilirdiyimiz kimi ayın 3-dən təlim məşq toplantısına belə deyək başladıq. Elə öz təsisimizdə, bazamızda və gündə 2 məşq olmaqla davam elədi. Və düzdür, mən düşünürəm ki, təlim məşq toplantısı çox yorucu keçdi. Çünki gündə 2 məşq, ağır məşqlər idi. Belə deyək, təlim məşq toplantısının ilk günləri də oradan da kondisional vəziyyəti düzəltmək üçündür. Ondan sonraki günlər ki, əsasən üstünlük verdik taktiki gedişlərə. Bunun səbəbi oydu ki, rəqibimizi də oradan da analiz eləmişdik. Rəqibin mənfi və müsbət cəhətlərini bilirdik. Onu demək istəyirəm ki, birinci oyuna çox yaxşı köklənmişik. Bundan öncəki illərdə təəssüflər olsun ki, rəqiblərimiz üzümüzə gülmədi, belə deyək, çox çətin idi. İstər birinci il Avstriya çempionu Pötün, ondan sonra da Türkiyə çempionu Fomget oldu. Yəni bizim üçün çox ağır idi hər iki rəqib, yəni çünki rəqiblə günü. Amma mən düşünürəm ki, bu il belə deyək də məcazi məzdəşə dişimizə uyğun bir rəqibdir. Çalışacağıq doğrudan ki, ayın 22-sindəki oyunda maksimum nəticə qazanaq və çünki maksimum nəticə qazanmalıyıq ki, ayın 25-də biz final oynayaq. Bu da digər belə deyək qrupumuzun digər komandaları Yunanistan çempionu ilə İsrail çempionu qalibi ilə oynayacaq. Biz istəyirik doğrudan final oynayaq. 6 oyuncumuz gəlib, siz də düz buyurursunuz. Milli komandamızın kapitanı Sevinç Cəfərzadə, milli komandamızın oyuncusu Aytaç Şərifova, Aylina Nehmətova və Vüsalə Hacıyeva milli komanda oyuncularıdır və bundan başqa belə deyək, Türkiyə milli komandasının oyuncularını da belə deyək transfer eləmişik. Dəriya ilə Beyzanı, biri doğrudan da hər ikisi çox dəyərli oyuncudur və belə deyək, öz ölkələrində də o milli komandada doğrudan da yaxşı tərəfdən yəni belə deyək, güc qatan oyunculardır. Mən düşünürəm ki, onlar da bu belə deyək, oyunlarda bizə güc çatacaq. Nəinki onlar, bütün 6 nəfərin 6-sı da və mən düşünürəm ki, bunu da qeyd edim ki, bundan öncəki illərdəki komandamız vardı ki, onlar daha gənc idi. Bu il mən düşünürəm ki, daha oputlu, daha perspektivli və oyun praktikası doğrudan da lazımi dərəcədə olan komandamız var. Komandaya yeni qoşulan Azərbaycan milli komandasının kapitanı Sevinç Cəfərzadə Neftçiyə keçidi ilə bağlı hisslərini bölüşüb. Uzun illərdən sonra ilk dəfədir ki, Azərbaycan klubunda və belə köklü klubda çıxış edəcəm. Qısa müddətli olsa da mən burada Neftçi komandasının uğurları üçün əlimdən gələni edəcəm. Sözün düzü biraz həyəcanlıyam. Nə qədər öz klubumuz da olsa məsuliyyəti və geydiyim formanın yükünü, məsuliyyətini anlayıram. İnşallah ki, komanda olaraq əlimizdən gələni edəcəyik ki, bu qrupdan maksimum xal toplayaq. Təlim məşq toplanışımız çox yaxşı səviyyədə keçib. Ümumiyyətlə, məşq proseslərimizdə düşünürəm ki, baş məşqçimiz Siyasət müəllimi və onun məşq heyətinin dediklərini sahədə yerinə yetirə bilsək, istədiyimiz nəticəni əldə edəcəyik. Daha sonra Ağqaralar Yunanistan səfəri üçün hava limanına yola düşüblər. Burada isə Türkiyə milli komandasının üzvü Dərya Ayhan və Neftçinin kapitanı Manə Mollayeva Neftçi TV'ye müsahibə veriblər. Açıkçası buraya geldiğim için çok mutluyum. Burası Azerbaycan'ın en köklü kulüplerinden biri. Üst üste 3. kez şampiyon olmuşlar Kadınlar Kulübü'nde. Burada olmaktan dolayı mutluyum. Arkadaşlarımın hepsi beni çok sıcak karşıladı. Maçlara hazırız. Umarım iyi sonuçlarla döneceğiz. İnşallah ben tecrübelerimi buraya aktarmak istiyorum tabii ki. Umarım geldiğim için de katkı sağlayabilirim takım adına. En önemlisi takımın kazanması ama ya ben elimden gelenin en iyisini yapmayı düşünüyorum. Düşünürəm ki, ötən illərə baxanda bu il bizə daha uyğun rəqib düşüb püşkatmada. Komandamız demək olar ki, yəni təlim məşq toplanışımız çox yaxşı keçdi. Oyuncular yəni birlikdə vaxt keçirdik və birlikdə bir-birimizi meydansında daha yaxşı anlayırıq. İlk hədəfimiz budur ki, ölkəmiz üçün reyting halı qazanaq ki, növbəti illərdə ümid edirəm yenə Çempionlar Liqasında iştirak edəndə bu bizə müsbət tərəfdən kömək olsun. Əlimizdən gələni eləyəcəyik Neftçi adına, bir-birimizə
Yəni bir-birimiz üçün oynayacağıq, vuruşacağıq. İnşallah ki, hər şey yaxşı olar. Qeyd edək ki, Neftçi Buduçnos maçı sabah Bakı vaxtı ilə saat 12-də start götürəcək. Cütün qalibi iyulun 25-də PAOK Hapoel Yerusalim cütünün qalibi ilə, uduzan komanda isə məğlubu ilə üz-üzə gələcək.